Allah Əmir-əl-Möminin salamullahi aleyhin hürmətinə sizi bu məsciddən əlboş yola salmasın. Rivayətdə var, o Mövlanın başına zərbə dəyəndə Cəbrail göydən nida elədi, aşağı səslə yox. Nida'la dedi ki, and olsun Allah'a hidayətin sütunlarsın. Biz də başımızdan İmam Əli Məscidindən bax, bütün hacətləri alırıq nəzərə. Xəstəsi olan, müşkülü olan, nə bilim, dərdi olan, nə çat müşkülün var, hamısını alırıq nəzərə. 3 dəfə deyəcəyik ucadan, Ləbbeykə ya Əli, Ləbbeykə ya Əli, Ləbbeykə ya Əli, Ləbbeykə ya Əli. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil a'zam, əl-əəzzil əcəllil əkrəm, بمحمد وعلي وفاطمة والحسن والحسين وتسعة المعصومين من ذرية الحسين يا الله 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 Pərverdigara sinə vuran əllərimizi dərgahından daimi əl-boş sinələrimizə qaytarma. Amin. Amin deyən dillərimizi, adı zikr eləyən nəfəslərimizi, Əhl-i Beytə təvəssül eləyən nəfəslərimizi qiyamətə qədər lal öldürmə. Amin. Bu əhyamızı, bu əzadarlığımızı, bu təvəssülümüzü bizdən qəbul elə. Amin. Ömrümüzün sonuncu Ramazan ayı qərar vermə. Amin. Ömrümüzün sonuncu Qədir gecəsi qərar vermə. Amin. Bu gecənin feyzi füyuzatından bizi məhrum eləmə. Amin. Günahlarımızın üstündən qələmə əfv çək. Amin. Bağışlamamış bizi bu bəlalar yurdundan aparma. Amin. Qəbrimizin qaranlıq gecəsini Mevla Əmir-ül-Müminin nuru ilə münəvvər elə. Amin. Ölənlərimizə təriq-i rəhmət elə. Amin. Xəstələrimizə şifa acil mərhəmət elə. Amin. Evladı olmayanlara əməli salih zürriyyət nəsib elə. Amin. Şəhidlərimizi İmam Hüseyin ağamızdan məhşur elə. Amin. Əskər balalarımızı düşmənin hiləsindən hifz elə. Amin. Halal ruzi bir minnət ağlımız gələn və gəlməyən qapılardan ehsan elə. Amin. Bir an olsun bizi rəhmət nəzərindən ayrı salma. Amin. Bir an olsun bizi həvai nəfsimizin ixtiyarında bırakma. Amin. Tuttuğumuz oruçları, verdiğimiz iftarları bizden qəbul elə. Amin. Qarşında namaz qılmağı əlimizdən alma. Amin. Böyüklüğün qarşısında səcdə eləməyi bizə çox görmə. Amin. Pərverdigar-ı aləm axır zamanın fitnə və fəsadından dinimizi, imanımızı hifz elə. Amin. Bu cəmi, bu məsciddən əli boş yola salma. Amin. Əhl-i Beytin bu dünyada ziyarətlərindən, qiyamətdə şifaətindən bizi məhrum eləmə. Amin. Əmir-ül-Müminin qatilinə əbədi lənət elə. Amin. Əhl-i Beytin qatillərinə əbədi lənət elə. Amin. Möminlərin qatillərinə həmişə lənət elə. Amin. Pərverdigar-ı aləm, maddi, mənəvi xidmət göstərən qardaşlarım, cəmi xidmətlərini qəbul elə. Amin. Əzadarlığımızı qəbul elə. Amin. Gözlər ki, ağladı, qəmgin oldu qiyamətin hesabından, dəhşətindən bu gözləri ağlar qoyma. Amin. Allah'lığın xatirinə qəsəm verirəm, nə qədər iltiması dua deyənlər var, burada əzizlər məndən dua istəyiblər. Xaricdə olan möminlər zəng eləyiblər, yazırlar, dualar istəyiblər. Birinin xəstəsi var, birinin müşkülü var, birinin borcu var, birinin dərdi var. Allah bu gecəyə xatir heç kəsi dərgahından əliboş yola salma. Amin. Ana bacılarımıza, qız balalarımıza xanım Fatimə Zəhranın abirusun ismətin nəsib elə. Amin. Qardaşlara, atalara, oğul balalarımıza, başda Peyğəmbərin sonra 12 mənsub imamımızın şücayətindən, ədalətindən, qeyrətindən nəsib elə. Amin. Doğma Azərbaycanımızdan salavat səslərini əşkiy eləmə. Amin. Azanlarımızdan Əliyyən Vəliyyullahı əşkiy eləmə. Amin. Allah'ın xatirinə məscidi inşa edən hacımıza da rəhmət elə. Amin. Simasında elimizin bütün xeyriyyəçi evladlarına, ölənlərinə rəhmət qalanlarını salamat elə. Amin. O alimlər ki, Qur'an və
Əhl-i Beyt elmlərini öyrəniblər, yazıblar, danışıblar. Ölənlərinə rəhmət, qalanlarını yerin göyün bəlalarından hifz elə. Qardaşlığımızı bundan artıq möhkəm və mehriban elə. Pis niyyətlərdən, şərdən, böhtandan bizim cismimizi, ruhumuzu hifz elə. Zəmanə imamımızın qəlbini bizlərdən razı və xoşluq elə. Nəfəsini ölənlərimizə, qalanlarımıza duacı elə. Vücudunu yerin göyün bəlalarından hifz elə. Düşmənlərini məhv nabud zəlil rüsva elə. Zühurun təcil buyur. Bizi də Mövlamıza sözdə, əməldə, layiq və salih. Ən nəhayətində ey böyük yaradan, sənə salih olan bəndələrdən qərar ver. Bin nəbiyyinə və alih və bil fatihəti məəs sələvat.